özəlləşdirmə hərracları və hərraclarda iştirak qaydalarını necə öyrənmək olar? Hərrac elanı və hərrac vasitəsilə özəlləşməyə çıxarılan dövlət əmlakları barədə elan hərrac gününə ən az 30 gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və mətbuatda dərc olunur. Privatization.az özəlləşdirmə portalında hərraca çıxarılmış dövlət əmlaklarının mövcud vəziyyətini əks etdirən məlumatlar və fotolar ilə tanış olmaq mümkündür. Özəlləşmədə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən gecə 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10% məbləğində beh ödəyib, sifarişçi statusu ala bilərlər. Hərrac günü sifarişçilərin həm əmlak xidmətləri məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərraclı iştirakı təmin edilir. İstifadəçilər Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı əmlak.gov.az-la yanaşı özəlləşdirmə portalı vasitəsilə hərraclar bölməsindən hərraca çıxarılacaq dövlət əmlakları barədə mütəmadi yenilənən məlumatları əldə edə bilərlər. Həmin əmlaklar hərracın keçirilməsindən ən azı 30 gün əvvəl yerləşdirilir. İstifadəçilər özəlləşdirmə portalının hərraclar bölməsində müəssisələr, onların profilləri, hərracların keçirilmə vaxtı və nəticələri ilə tanış ola bilərlər. Həmçinin məlumatda hərraca çıxarılan əmlakın adı, ünvanı, ümumi faydalı sahəsi, torpaq sahəsi, ilkin satış qiyməti, 10% behin məbləği və dövlət əmlakının fotoşəkilləri yerləşdirilir.